Diqqətlə yola birinci zoltun düzünə salan nişan quraşdırılır. İkinci zoltun ancaq düzünə, yəni bizim zoltun ancaq düzünə, kənar sol zoltun ancaq sola. Biz sağa dönəcəyik. Ona görə də sağını yanına qoyarsan, qırıq-qırıq xətt bax, sən tərəfdə olarsa 1.11 nişanlama xətti, bir tərəf bütöv, bir tərəf qırıq-qırıq xətti. Qırıq-qırıq xətt sən tərəfdə olanda keçəcəyik sağa. Amma sağ gücümüzə baxacağıq. Avtobus varsa avtobusu yol verərək dönəcəyik. Bax, diqqətlə. Bax, qırıq-qırıq xəttdən keç sağa, zəhmət olmasa davam edək. İşıqdan sağa dönəcəyik. Amma burada ziddiyyət var. Bax, yerdəki nişanlama xəttdən düzünə sağa qoyulub, yuxarıdan ancaq düzünə qoyulub. Bax, müvafiq icra hakimi orqanları bu ziddiyyəti aradan qaldırmalıdırlar. Mütləqdir. Buradan sağa dönəcəksin. Azad sürətini. İkinci zolaqdan yerdən nişanlama xətti 1.18 nişanlama xətti göstərir ki, ikinci zolaqdan sağa gedə bilərsən, həm düzünə, həm sağa. Amma yuxarıda 5.8.1, 5.8.2 nişanları, məlumat verici nişanlar göstərir ki, ikinci zolaqdan ancaq düzünə gedə bilərsən. Yaxşı olar ki, müvafiq icra hakimi orqanları ora düzəliş eləsin.